Zabrat Maşdağa yolunda yolun tam kənarı. Demək olar ki, yolda ikinci evdir. Yaşayışlı əşyaları ilə birlikdə elektronika daxil, hər şey daxil 160 min manata sizə evlə gəlmişəm. Evimiz 2 mərtəbədən ibarətdir. Monolit betondur. 240 kvadrat sağından, solundan, arxasına hər yerinə keçid var. Və ən əsası birinci mərtəbəsi kürsülüdür. 7 otaqdan ibarətdir. Sənədi evində, torpağında tərtəmiz çıxarışıdır. Birinci mərtəbənin geniş girəcəyidir. Solda qonaq otaqda sadəcə uşaq yatır, səssiz olaq orada. Niyə Quban günəlik yatır? Solda TV stenti var. Pəncərələrin reşotkasına kimi boyulub. Mərtəbə arası monolit betondur. Mətbəxdir, mətbəx mebeldir. Sizə pəncərəyə keç, elektronikaları göstər ki, elektronikalar da qalacaqdır. Kamera sistemi də var özdə. Burada birinci mərtəbədə sanitar qovşağı sanuzeli var, amma təmirsizdir. Yuxarı mərtəbədə tam ev yəsinə ehtiyacı olmayıb, təmir eləməyibdir. Göstərsən oralı, geniş sözdə. Mərtəbə arası monolit beton. Pilləkənlər kimi betondur, üstünə taxta qoyulub. Hadi öndən. Keçdik sizə ikinci mərtəbəni göstərəcəyik. Balkonun elə qəşəng görüntü var. Yuxarı qalxanda boydan boya pəncərə qoyub, özdə buz pəncərədir ki, qaranlıq olmasın bura. Orada sanitar qovşağı sanuzeldir. İkisi bir yerdədir, tam təmirlidir. Evdə bir dənə iş görüləsi yer. Qardirob otağı demək olar. Bir otaq. Ümumilikdə 7 otaqdan ibarətdir. Növbəti yataq otağı. Yerin parketinə bax. Yenə geçə parket qoyulur. Əşyaları ilə birlikdə. Burada uşaq kravatıdır, şkafıdır. Bütün əşyaları ilə birlikdə verilir. Növbəti otaq. Və sonuncu solda yenə bir yataq otağı. Maşallah. Qapılarda mən məktəbimin qapısını oxşuyur. Bu məktəbi ümumiyyətlə çox yada salmışam. Və buradan da balkonuna çıxışdır. Qiymətimiz 160 min manatdır. Real müştəriyə endirim təbii ki olacaq. İpotekaya tam yararlıdır. Çünki evin də torpağında çıxarışı var. Belə izləyin, videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.